Salam hörmətli yoldaşlar. Mən Rahib Yüzbaşov söz verdiyim kimi müsahibəyə hazırlıq təliminin 5-ci bölümünü hazırlayaraq sizlərə təqdim edirəm. Bugünkü mövzumuz STM mütəxəssislərinin xahişi ilə müsahibəyə hazırlıq zamanı STM mütəxəssisinin vəzifə öhdəlikləri nə olmalıdır və biz necə danışmalıyıq, onlar barədə olacaq və daha sonra isə STM mütəxəssisi kimi işləyən əməkdaşlarımızın müəyyən hansı ki vəzifə öhdəlikləri var ki, onları icra etmirlər və onların nəticələri barədə qısa sizə tövsiyələrimiz olacaq. Gəlin keçid eləyək mövzumuza. Mövzumuzda müsahibəyə hazırlıq təlimi zamanı STM mütəxəssisi öncədən nəyə hazırlaşmalıdır və nəyə diqqət yetirməlidir? O olacaq. Biz CV-mizə hər hansısa bir qeydlər aparırıqsa, informasiyalar yazırıqsa, əmin olmalıyıq ki, sosial şəbəkələrdə yazdığımız informasiyalar o CV-dəki kimi eyni olmalıdır. Yəni, dəyişik olmamalıdır, fərqli olmamalıdır. Və həmçinin biz sertifikatlarımıza və həmçinin diplomumuza diqqət yetirməliyik ki, onları hardan almışıq, nə vaxt almışıq və hansı təlimlərə sahib olmuşuq və bunları da öncədən yoxlamağımız lazımdır ki, müsahibədə bu suallarda bizə veriləcək. Və daha sonra biz vəzifə öhdəliklərini, hansı ki, müsahibəçilər tərəfindən bizə veriləcək vəzifə öhdəlikləri, tanışlıq və bu kimi suallara hazırlaşmalıyıq ki, biz hansı suallar veriləcək və biz hansı cavabları verməli olacaq. İlk öncə müsahibəçilər tərəfindən verilən suallar təbii ki, birinci özünüz barədə danışın, adınız, soyadınız və ailə vəziyyətiniz barədə informasiya verəcəksiniz və daha sonra sizə təhsiliniz barədə informasiya verəcəklər ki, bizə sizin təhsiliniz barədə biz görürük ki, siz filan yeri qurtarmışsınız, filan təcrübəyə sahib olmuşsunuz, bu barədə bizə informasiya verin. Beləliklə, bu sual vaxtı sizdə ilk öncə harda təhsil almışsınız və ya harda təlimlər keçmişsiniz və o təlimlərdə əldə etdiyiniz sertifikatlar barədə informasiya verməlisiniz. Daha sonra siz hansı ki aldığınız diplomun və ya sertifikatların, aldığınız bu sertifikatlardan, bu təlimlərdən, bu diplomun hansı ki institutdan əldə etmişsiniz, təhsilləri barədə danışacaqsınız ki, mən bu təhsilə sahib olandan sonra bu elmləri, bu savadı əldə etmişəm və müəssisədə bunları tətbiq etmişəm və daha sonra sizə sual verəcəklər, boş vaxtlarınızda siz nə edirsiniz? Təbii ki, biz boş vaxtımızda deməyimiz lazımdır ki, biz təcrübəmizin üzərində işləyirik və işə girəcəyim müəssisədə, şirkətdə hansı bilikləri paylaşım edə bilərəm və ya hansı təcrübəni tətbiq eləyərəm, bu barədə üzərimdə işləyirəm və ya Azərbaycan Respublikasının qanunvericiliyinə baxış keçirdirəm, həmçinin standartlara baxıram, yeni standartlar var və bunları təkrarlayıram. Eyni zamanda biz diqqət yetirməliyik vəzifə öhdəliklərimizdən biz sahədə nələri edirik. Təbii ki, biz bunu sizin üçün iki hissəyə bölmüşük. Bir xüsusi və iki ümumi olaraq. Gəlin keçək birinci ümumi olaraq STM mütəxəssislərinin vəzifə öhdəliyi olaraq ümumi nələrə diqqət yetirməlidir. Bir, biz sahədə müşahidələr aparırıq. İki, o müşahidələri qeyd edirik. 3. Hər hansısa bir uyğunsuzluq sahədə görürüksə, onlar barədə tövsiyələr edirik ki, hansı ki yanlış metodika varsa, o metodikanı düzəltsinlər və ya təhlükəli işləyirlərsə, o təhlükələri aradan qaldırsınlar və həmçinin bu topladığımız informasiyaları bilavasitə öz rəhbərimizə bildiririk. Bu, ümumi olaraq STM mütəxəssisinin işə başladıqdan sona qədər gördüyü işlərdən biriləridir. Və xüsusi olaraq biz nələr edirik? STM mütəxəssisi olaraq bildiyiniz kimi yoldaşlar, STM mütəxəssisi görüləcək işlərdən öncə iş sahiblərinə, yəni işi icra edəcək şəxslərdən müəyyən sənədlər alır ki, əmin olsun ki, işlər hamısı bəlli olub və o işlər təhlükəsiz şəkildə icra olunacaq. Bunlar hansılardır? Misal üçün, iş planı ola bilər, prosedur ola bilər və işin görülmə ardıcıllığı ola bilər. Bu, xarici şirkətlərdə method statement deyirlər. Bu, ingilis dilində olan adıdır. Lakin Azərbaycan dilində işin görülmə ardıcıllığı deyilir. Biz bunların təsdiqlənmiş versiyasını soruşmalıyıq ki, yəni siz görəcəyiniz işə dair sizin bu sənədlərdən hər hansısa biri varmı? Əgər varsa, keçid edirik risk assessmentə, yəni riskin qiymətləndirilməsinə və sizdə təsdiqlənmiş riskin qiymətləndirilməsi varmı? Və daha sonra biz yoxlama vərəqlərinə baxış keçirdirik. Eyni zamanda işə
işə icazə vərəqinə baxış keçirdirik ki, sizin işə icazə vərəqəniz varmı? Əgər bu da varsa, eyni zamanda biz işçilərin sənədlərini yoxlayırıq ki, hansı ki o işlər görüləcək, o işlərə dair müəyyən təlimlər alıblarmı? Və bundan sonra eyni zamanda səthə mütəxəssisinin vəzifə öhdəliklərindən biri də iş ərazisinə gələn, işə başlayan və ya müəssisədə işə başlayan əməkdaşlara giriş təlimi keçməkdir və yanğından mühafizə, eyni zamanda ilk tibbi yardımın göstərilməsi qaydaları və bundan başqa digər təlimlər var ki, onlar da keçirilməlidir və deyək ki, hansısa daxili təlimlər ola bilər, yüksəklikdə görülən işlər və s. Təbii ki, yüksəklikdə görülən işlərə dair üçüncü tərəf sertifikat tələb olunur, təlimlər tələb olunur, lakin biz daxili də maarifləndirmə keçməliyik səthə mütəxəssisi olaraq. Eyni zamanda ərazidə olan işləyəcək texnikalara səthə mütəxəssisi baxış keçirməlidir və daha sonra alət və avadanlıqlar, aksesuarları yoxlamalıdır ki, onlar təhlükəsizdir və onlar istifadə oluna bilər. Eyni zamanda biz səthə mütəxəssisi olaraq iş öncəsi təlimatda iştirak edirik ki, hansı ki bugün və ya sabah, ola bilsin ki, dünən hər hansısa bir uyğunsuzluq müşahidə olunub, o barədə işçilərə işdən öncə informasiya verək ki, o uyğunsuzluqları aradan qaldırsınlar. Və həmçinin səthə mütəxəssisi olaraq biz iş yerlərində təhlükəsiz vəziyyətin və yaxud da ki, halın olduğunu əmin olmaq üçün ki, hansı ki, bu vəziyyət təhlükəsizdir və yaxud da ki, iş yeri təhlükəsizdir, onları yoxlamalıyıq. Eyni zamanda səthə mütəxəssisi olaraq giriş-çıxışları yoxlamalıyıq ki, fövqəladə hal baş verərsə, ora xilas etmə komandası daxil ola biləcəkmi və yaxud da ki, ambulans gəlib ora çıxa biləcəkmi, bunları da səthə mütəxəssisi yoxlamalıdır. Və bundan başqa həmçinin səthə mütəxəssisi hər hansısa bir qəza, hadisə baş verəndə həmin hadisəni araşdıran komandanın üzvü kimi iştirak etməlidir və lazım olan informasiyaların toplanmasında, sənədlərin hazırlanmasında iştirak etməlidir. Və eyni zamanda səthə mütəxəssisi gündəlik, həftəlik və ya aylıq hesabatların hazırlanmasında iştirak etməlidir. Bir vasitə özündən daha yuxarıda olan, daha yüksək pozisiyada olan insana informasiyalar verməlidir. Və eyni zamanda biz vizual olaraq elektrik avadanlıqlarına baxışdan keçirdirik. Misal üçün, laqunda, direl və digər avadanlıqları iş yerlərində yoxlamaya gedirik ki, hansı ki, baxaq görək o avadanlıqlar təhlükəsizdir. Yəni, hər hansısa bir elektrik sızması yoxdur, hər hansısa bir elektrik avadanlığında problemlər yoxdur və onlar təhlükəsiz şəkildə istifadə olunur. Və həmçinin biz sahədə maarifləndirmə işlərində aparırıq səthə mütəxəssisi olaraq ki, misal üçün, sahədə işçilər bilirlər ki, hər hansısa bir fövqəladə hal baş verərkən nə etmək lazımdır və hansı nömrələrə zəng etmək lazımdır. Bildiyiniz kimi, səthə lövhələrində fövqəladə hal nömrələri qeyd olunur, tibb məntəqəsinin nömrəsi qeyd olunur ki, bunları da işçilərin bilməsi lazımdır ki, əgər hadisə baş verərkən dərhal panikaya düşmədən hansısa nömrələrə zəng edib kömək çağıra bilsinlər. Və bundan başqa eyni zamanda biz iclaslarda səthə mütəxəssisi olaraq iştirak edirik. Səthəmlə bağlı olan məsələləri qaldırırıq ki, hansı ki, rəhbərlər o iştirak edir o iclaslarda, toplantılarda və onların həlli üçün onlardan kömək istəyirik. Bax, bunlar idi ki, hansı ki, səthə mütəxəssisi bunları bilməlidir və müsahibətçilər tərəfindən səthəm meneceri və yaxud da ki, onları müsahibə edəcək şəxslərə öz vəzifə öhdəlikləri barədə məlumat versinlər. Mən çox vaxtınızı almaq istəmirəm, bunun ətrafında daha geniş şəkildə danışarıq və qeyd edeyim ki, bundan sonra digər təlimlərimizdə biz bu bölümlərə, misal üçün, yüksəklikdə görülən işlərə dair, qapalı sahə, yük qaldırma əməliyyatı, bunlarla bağlı təhlükələr və təhlükəsizlik tədbirləri barədə sizə geniş informasiyalar verəcəyik. Lakin bu qısa bir yalnız səthə mütəxəssisinin vəzifə öhdəliyinə aid idi deyə, ona görə bu bölümü onların müraciəti ilə sizə sərf etdik. Gəlin keçid eləyək, hansı ki, səthə mütəxəssisi vəzifəsində işləyir, lakin bu işləri düzgün şəkildə icra etmirlər. Yaxşı, səthə mütəxəssisi işləyən, lakin bu vəzifə öhdəliklərini düzgün şəkildə icra etməyən şəxslər bu şəkildə işləyəndə iş yerlərində nələr baş verir? Təbii ki, qəzaların sayı çoxalır, bədbəxt hadisələr baş verə bilər. Eyni zamanda hansı ki, sahədə təhlükələr baş verir, onları səthə mütəxəssislərinə məlumat verməyəcəklər və eyni zamanda qaydaların pozulmasının sayı çoxalacaq və beləliklə ərazidə xaos baş verəcək. Hansı ki, hadisələr bildirilmir, hansı ki, qəzaların sayı çoxalır və beləliklə də bizim
əməkdaşımız, səthən mütəxəssisi müəyyən problemlərlə üzləşmiş olacaq. Mütləq səthən mütəxəssisi bilməsi lazımdır ki, əgər o hansısa bir vəzifə öhdəliklərini üzərinə götürüb, o vəzifə öhdəliklərini düzgün şəkildə icra etməlidir. Ən azı ümumi, hansı ki biz dedik, müşahidəni aparmalıdır və eyni zamanda o qeydlərini götürməlidir və həmçinin hansısa uyğunsuzluq görəndə bunu tövsiyə etməlidir və sonunda bunu bilavasitə öz rəhbərinə aparıb yazılı şəkildə, e-mail şəklində və şirkətin tələb elədiyi kimi hər hansısa bir hesabat şəklində verməlidir. Əgər bunu deməzsə, səthən mütəxəssisi həqiqətən də həm daxili olaraq rəhbərlik tərəfdən müəyyən tənqidlərlə, danlaqlarla üzləşəcək, eyni zamanda dövlət qurumlarının qarşısında hər hansısa bir məsuliyyətə cəlb olunacaq. Misal üçün, onlara sual veriləcək ki, siz hadisə baş verməmişdən öncə nə etmişdiniz? Hansı hesabatları hazırlamışdınız? Təhlükələr barədə, risklər barədə siz bilavasitə öz rəhbərinizə və ya rəhbərliyə informasiya vermişdinizmi? Əgər buna cavab xeyr olsa, deməli, hansısa bir məsuliyyətə cəlb oluna bilər. Ən yüngül cəza ən azı şifahi xəbərdarlıq veriləcək, bundan sonra ciddi xəbərdarlıq və sonunda şəkildə gördüyünüz kimi hər hansısa bir işdən azad etmə, hətta bu gətirib cinayət tərkibli hallar baş verəndə və yaxud da sizin işə məsuliyyətli yanaşmadığınıza görə baş verən ölüm hadisəsi, qətl hadisəsindən dolayı sizi həbsdə gözləyir. Ona görə də biz mütləq nə etməliyik? Unutmamalıyıq ki, biz hər hansısa bir işə cəlb olunuruqsa, bizim bir vəzifə öhdəliğimiz var və həmin vəzifə öhdəliklərini icra etməsək, mütləq və mütləq biz həm dövlət qurumlarının qarşısında, eyni zamanda bizim şirkətimizin qarşısında cavab verməli olacağıq. Yaddan çıxartmamalıyıq ki, hər hansısa bir qaydaları və ya qanunu bilməmək kimisə məsuliyyətdən azad etmir. Güman eləyirəm ki, bu təlimimiz sizin xoşunuza gələcək. Qarşıdakı bölümlərdə görüşənə qədər sağ olun.